Sonda Yaşad Fondu və Asan Könüllülərinin şəhid övladları üçün təşkil etdiyi ənənəvi yay düşərgəsi davam edir. Lənkəranda baş tutan layihədə regionun təbiəti ilə tanış olan uşaqlar həm asudə vaxtlarda səmərəli keçirir, həm də mütəxəssislərdən psixoloji dəstək alırlar. Lənkəranda Yaşad Fondunun və Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən 5-ci Yaşad düşərgəsinin 2-ci həftəsinə start verilib. Bu həftə düşərgəyə 10-11 yaş kateqoriyasından olan 53 şəhid övladı qatılıb. İlk gün iştirakçılar Lənkəranı çay plantasiyasına ekskursiya ediblər. Biz orada çaylar necə yetişir, necə eləyirlər ona baxdıq. Mən istəyirəm ki, maraqlı vaxt keçirdək, bir yerdə oyunlar oynayaq, təzə dostlar tapım və mən maraqlı vaxt keçirmək istəyirəm və yadımda saxlamaq istəyirəm ki, ən maraqlı vaxtlarımdan biri budur. İkinci ildir bura gəlmişəm. Təəssüratlarım çox yaxşıdır. İnşallah gələn il və o birisi illərdə də burada olaram. Layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, maarifləndirici təlimlər də təşkil olunub. Psixoloqların iştirakı ilə qrup terapiyaları və fərdi görüşlər keçirilib. Hal-hazırda ilkin tanışlıq mərhələsidir. Uşaqlar həm bir-birlərini, həm bizi tanıyırlar. Sonraki mərhələlərdə bullying mövzusunda uşaqlarla danışılacaqdır, sərhədlər mövzusunda uşaqlarla danışılacaqdır, stresin idarə olunması mövzusunda danışacağıq. Daha sonra ailə daxili münasibətlərin daha qaydasında olması haqqında və aqressiya mövzusu haqqında planlamışıq ki, seminarlarımız olsun. Qeyd edək ki, 7 həftə davam edəcək layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının düşərgədə iştirakı nəzərdə tutulur. Bəyim Mahir qızı, Səfər Nəzirov, Maya Sabir qızı, İTV Xəbər.